Azərbaycan Real Aikido Federasiyasının prezidenti 3-cü dan Qarakəmər Ustaz Fariz Abdullayev. Hörmətli Çingiz müəllim, ilk olaraq onu demək istəyirəm ki, sizin kitablarınızı sevərək oxuyuruq və yeni kitablarınızı səbirsizliklə gözləyirik. Sizə belə bir sualım var. Biz Real Aikido ustaları olaraq özümüzü ekstremal şəraitlərdə qorumağı öyrənir və öyrədirik. Bəs sizin həyatınızda elə bir an olubmu ki, siz özünüzü fiziki cəhətdən qorumalı olmuşsunuz və olubsa bunu necə etmişsiniz? Cavabınıza görə öncədən təşəkkür edirəm. Yaxşı sualdır. Hər insanın ümumiyyətcə ömründə belə hadisələr olur və təbii də ki, hər kişinin həyatında da olur. İndi təbii məndə də olub, bir-iki dəfədə. Belə söz, mən həmişə yazmışam da, demişəm də, bu insanın özündən asılıdır. Yəni, mən bir dəfə demişdim, kəşfiyyatçılar bilirlər ki, əgər sən tapancanı çıxardırsan, sən uduzmusan, həmin o vaxt ki, çıxardırsan tapancanı. Yəni, sən neysə bu hadisələrdən özündən istifadə edib, öz zəkəsindən, öz ağlından istifadə edib çıxmalısan bu vəziyyətdən. Təbii ki, uşaqlıqdan mən sinifdə də, universitetdə də ən böyük idim. Yəni, boyum ən böyük idi, indi biraz güclü idim o birisi uşaqlardan. İndi də çəkim 100 kilodur, indi də boyum 1.87-dir. Hər insan gəlib fikirləşər, gedim onu ilə dalaşım, dalaşmayayım. Amma o biri tərəfdən də gənə deyirəm, hər insanın ömründə belə hadisələr olur və özündən asılıdır necə bu çətin vəziyyətdən çıxsa. Əgər olubsa da, mən həmişə fikirləşmişəm ki, olmamalıdır. Yəni, qabaqcadan onu fikirləşməlisən ki, olmama. Baxmayaraq ki, mən Bronxda olmuşam, o ən təhlükəli rayonlarda, Rotterdamda olmuşam, ən təhlükəli rayonlarda, Cape Town'da olmuşam. Bəlkə indi fikirləşirəm ki, o vaxt cavan idim, baxmadım, belə şeylərə fikirləşmirdim. İndi başa düşürəm ki, düz eləməmişəm. Dostumu da, özümü də o həmin rayona aparmışdım, o düz eləməmişdim. Amma cavanlıqda bunu çox da fikirləşmirsən, sonra başa düşürsən ki, düz eləmirsən.